Bu gün dim toplusundan davam ələ gəlmə mərhələləri mövzusunun izahını verəcəyik. İlk sualımız belədir. Yerin geoloji inkişaf tarixində baş verən qədim davam ələ gəlmə mərhələləri. Qədimdən cavana doğru davam ələ gəlmə mərhələləri Baykal, Kaledon, Hersin, Kimmeri, bir də Alpdır. Bunlar davam ələ gəlmə mərhələləridir. A'ya baxaq, arxeik eradır, mezozoy eradır, antropogen dövrdür, Kembri dövrdür. Ona görə bizim bu yazdığımızın içərisində Baykal, Kaledon, Hersin qırışıqlığı görürsünüz, burada da var. Ona görə cavab olur Y bəndi. Alp dağ mərcəməsinin baş verdiyi geoloji dövrləri müəyyən edin. Alp dağ mərcəməsi Kaynozer erasında yaranıb. Kaynozer erasında dövrləri Paleogen, Neogen, Antropogen və yaxud da biz buna 4-cü dövrdə deyirik. Cavab C bəndi. Alp dağ mərcəməsində yaranan dağlar cavan dağlardır və yaxud da bunlara qırışıq dağlar da deyirlər. Burada cavan dağları götürürük. Cavab hardadır? Karpat, Atlas, Pamir, Ant dağlar cavan dağlardır. A'da Appalat, Skandinaviya qədimdir. B'də Kap, Ural qədimdir. C'də Sayandır, Tianşandır, Böyük Sayacıdır qədimdir. D'də Appalat, Ural qədimdir. Ona görə variantları götürmürük. Cavab olur Y bəndi. Kopet dağ silsiləsinin fəal seysmikliyi bağlıdır. Kopet dağ İranla Türkmənistan arasında yerləşir. Alp qırışıqlığı dövründə yaranan, yəni Alp-Himalay qurşağına düşən dağlardandır. Yenidən fəallaşmış qədim dağlar Tianşan, Altay, Sayan dağlardır. Kaynozoyda bu dağlar yenidən fəallaşıb. Hansı dağlar oldu? Tianşan, Altay, Sayan. Keçdik 6-cı sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Appalat dağları qısa konspekt kimi yazaq. Qədim dağdır. Materikin şərqində yerləşir. Kömür ehtiyatı ilə zəngindir. Kordilyer cavan dağdır. Ən hündür nöqtəsi burada yerləşir. Makkinli buradadır. Sonra dərin kanyonlar mövcuddur burada və s. İncə baxalım. Materikin ən hündür nöqtəsi dedik ki, Kordilerdədir, Makkinlidir. Okean sahillərinə hər ikisi perpendikulyar uzanır. Geosignalın 4-cü mərhələsidir. Yanınızda qalsın, geosignal 4 mərhələdən ibarətdir. Əsas 3-cü cavan mərhələdir, 4-cü isə qədim mərhələ. Yəni 4-cü mərhələ deyəndə qədim dağları, platformaları götürürsünüz. 3-cü mərhələdə deyəndə cavan dağları və yaxud da qırışıq dağları götürürsünüz. İndi 4 dediyinə görə biz bunu Appalata götürürük. Qar xəttindən yuxarıda yerləşir, bu hündür dağdır, Kordilyerdə. Qədim dağlardır, bu Appalat dağıdır. 2 yarımkürədə yerləşir, hər ikisi 2 yarımkürədə yerləşir. Cavab hansı olur? Cavab olur Y bəndi. Tianşan, Altay, Sayan dağlarının geoloji cəhətdən qədim olmağına baxmayaraq hündür olmamanın səbəbi nə idi? Yenidən fəallaşmağa məruz qalmaları. Hansı qırışıqlıqda? Alp qırışığında. Hansı erada? Kaynozer erasında. Tianşan dağlarının geoloji cəhətdən qədim olmasına baxmayaraq, burada seysmik hərəkətlərin müşahidə olunmasının səbəbi nə idi? Bayaq dedik. Dedik ki, Alp dağı gəlmə mərhələsində yenidən qalxmaya məruz qalıblar. Cavab olur D. Mezozoy erasında yaranan dağlar hansılardır? Mezozoy erasında yaranan dağların siyahısını yazaq. Verxoyansk, Çerski, burada da sinir yazdıq da bir dəqiqə. Qeyd edək. Verxoyansk, Çerski, Sxotalin, Stanovoy, Qayalı dağlar, Kunlun, Tibet yaylası, bunlar mezozoyda yaranan relyef formalardır. İndi görək hansı var burada? Verxoyansk, Çerski, mezozoy erasında yaranan dağlar. Cavab olur Y bəndi. Kaledon Hersin dağı mərcəməsi Paleozoy erasında yaranıb. Kaynozoyda Alpdır, mezozoyda Paleozoyda Kaledon Hersindir, mezozoyda Kimberidir. Proterozoyda Baykal olub, amma arxeikdə heç bir qırışıqlıq olmayıb. Hansı dağ silsilələri Alp qırışıqlığının zamanı əmələ gəlmişdir? Alp qırışıqlığı deyəndə cavan dağları götürəcəyik. Cavan dağlarda hansıdır? Krım, Kopet dağ, Ant, Atlas dağlardır. Cavab A bəndidir.
B-də Appalatsdır, C-də Skandinaviyadır, D-də Appalatsdır, Y-də Uraldır. Bunlar qədim dağlardır. Keçdik 12-ci sual. Alp dağlarına aid xüsusiyyətləri müəyyən edin. Alp dağları cavan dağlardır. Alp Himalay qurşağında yerləşir. Avropanın əsas dağlarından biridir. Bir deyil, qədim qırışıq faili deyil, çünki qırışıq dağdır. Kaynozey erasında yaranıb, bəli, doğrudur. Baykal qırışıqlığına aiddir, xeyr. Alp qırışıqlığına aiddir. Qərbi Avropanın ən ucuz zirvəsi buradadır, bəli. Atlantik, Şimal Buzlu Okean, Şimal Buzlu Okeana yaxın yerləşmir axı. Dağ turizmi inkişaf edib, bəli, dağ turizmi inkişaf edib. Cavab 2, 4, 6. Cavab olur C bəndi. Növbəti sual. Geoloji ardıcılığı tamamlayın. Alp, Kaynazoy, yəni Alp qırışıqlığı Kaynazoyda olub. Buna aid da Alp dağları Kaynazoydadır. Kaynazoya uyğun da yəqin ki biz burada burada dağlardır hə onda. Alp qırışıqlığıdır, Kaynazoy erasıdır. Hansı dağ götürə bilərik? Alpı, Qafqazı, Kap qədimdə götürə bilərik, D-ni də götürə bilərik. Çünki bunlar bura uyğun gəlmir birə. 2-yə baxaq. Hansı qırışıqlıq baş verib Mezozoyda? Kimmeri. Bu yazaq. Kimmeri. Buna uyğun variantı tapa bilərik. B-də Baykal yazılıb, səhvdir. Y-də də A-dan Y-də düz gəlir. Bir də düz gəlir, 2 də düz gəlir. 3-ə baxaq. Kaledon Palezoydadır. Onda burada A da uyğun gəlmir. Cavab olur Y bəndə. Pamir Alp qırışıqlığında yaranıb. Mezozoyda Kimmeri qırışıqlığı olub, Kaledonda Palezoy erasına aiddir. Cavab olur Y bəndi. Baxaq, xəritə sxem rəqəmləri göstərmiş dağ sistemlərinin qırışıqlıq mərhələlərini müəyyən edin. Bu Mezozoydur, Verxoyan-Sierski dağları tərəfdir. 3 Atlasdır, Kaynazoy erasında yaranan dağdır. Bu da böyük sayıcı dağlardır. Kaledon, Hersin qırışıqlığında yaranan dağdır. Gəlin baxaq. 1-ə Mezozoy gəlməlidir, yəni Kimmeri qırışıqlığı olmalıdır. 2 Hersin, 3 Alp, cavab olur D bəndi. Burada fərq yoxdur, Kaledon da verilə bilərdi. Kaledon verilən cavablar uyğun gəlmədiyi üçün ən uyğunu biz D-ni götürürük. Doğru sıraları müəyyən edin. Verxoyans dağı Avrasiyada yerləşib, Mezozoy erasına aiddir. Kimmeri qırışıqlığıdır, bəli, doğrudur. Appalats dağları Şimali Amerikada Kaynozoy deyil, axı qədim dağdır. Paleozoy erasıdır. Onca yanlışdır. Atlas dağları Afrikada Paleozoy deyil, cavan dağdır Atlas. Onca bu da yanlışdır. Ant Cənubi Amerika Paleozoy deyil, cavandır Ant dağları. Tavaların toqquşduğu zonada yerləşir, subduksiyada. Pamir Avrasiya Kaynozoy Alp bəli, doğrudur. Cavab 5-dir, bir də cavab 1-dir. 1, 5 ilə A bəndi. Növbəti sual. Paleozoy erası Kaledon qırışıqlığı baş vermişdir. Bəli, Kaledon qırışıqlığına Altay dağları Afrikada yerləşmir, Avrasiyada yerləşir. Onca yanlışdır. Paleozoy erasında Hersin olub, Hersinlə Ural, Avrasiya, bəli, doğrudur. Mezozoy Kimmeri, Appalats axı Mezozoy deyil. Mezozoyun biz bayaqları Mezozoyda yaranan relief formalarını qeyd elədik. Bu Paleozoyda yaranıb. Və yaxud burada Kaledon Hersin yaza bilərdik. Onca yanlışdır. Kaynozoy Atlas Afrika, bəli, doğrudur. Mezozoy Kaledon, Mezozoyda Kaledon qırışıqlığı deyil, Kimmeri qırışıqlığıdır. Onca bu da yanlışdır. Cavab olur 1, bir də 4. Baxın, 1, 4, cavab D bəndi. AB xətti üzrə coğrafi obyektləri tapaq. Onların yaşını da müəyyən eləməliyik. Deməli, A-da Orta Sibir Paleozoy deyil. Əgər Orta Sibir kimi götürürüksə bu hissəni, əslində bu hissə Orta Sibirdə Verxoyan-Sierski dağlarıdır. Çünki Orta Sibir qədim platformadır. Qədim platformalar arxeik və proterozoyda yaranıblar. B. Verxoyans götürsək Mezozoydur. Tian-Şan Paleozoydur. Pamir Kaynozoydur. Bu variant qalsın. Orta Sibir proterozoydur. Sayan Kaynozoy deyil, axı yanlışdır. Qədim dağdır. Sadəcə Sayan Kaynozoyda yenidən cavanlaşır. Hələ cavan dağ kimi götürməyik onu. Sierski göstərsək Mezozoydur. Baykal ətrafı Kaynozoy deyil. Baykal ətrafı ən qədim qırışıqlıqdır. Onca bu da yanlışdır. Qərbi Sibir cavan platformada proterozoyda deyil, Paleozoydadır. Onca cavab olur, üzr istəyirəm, B bəndi. B bəndi. Ekran dondu deyəsən.
B bəndi oldu. Oldu B bəndi. Keçdik növbəti suala. Xəritə sxemi əsasən AB xətti üzrə təxmini Ural dağlarından başlayırıq Stanovaya qədər. Böyük Xinqan burada deyil. Böyük Xinqan Çin ərazisindədir. Yanlışdır. Burada da silək. Böyük Çin düzənliyi Mezozoik Tibet yaylası. Böyük Çin düzənliyi də orada deyil. Axı Böyük Çin düzənliyi buradadır. Xuanxə Yansız çayları tərəfdə. Tibet yaylası buradadır. Bu da uyğun gəlmir. Sxota-Alin Paleozoy, Sxota-Alin Mezozoydur. A-dan B-yə getməliyik. Üzr istəyirəm. A-dan B-yə. Mən B-dən A-ya gedirəm. Görək burada onsuz da B, C, D uyğun gəlmir. Burada A-dan Böyük Xinqan buradadır təxmini. Sayan buradadır. Altay buradadır. Kopetdağ buradadır. Bu da uyğun gəlmir heç. Burada uyğun gələcək elə A bəndi. Böyük Xinqanın şimal hissəsi düşəcək A tərəfə. Sonra burada gələcək Altay. Daha sonra burada gələcək Ural. Cavab olur A. Xəritə sxemi əsasən qədim dağları müəyyən edin. Biz demişdik ki, bu əsasən tavaların toqquşduğu zonalar var. Onları işarələyirik. Ora düşməyən nöqtələri götürürük. 3-dür Skandinaviya dağları qədimdir. 1 Dahbalaz dağları qədimdir. Bir də 6-dır Kapajdağı dağları qədimdir. Yəni 1, 3, 6. 1, 3, 6. Açıq sualdır. Xəritə sxemi əsasən cavan dağlar. Yenə də işarələyirik. Təxmini bu seismik zonalara uyğun gələnləri götürürük. Burada da 5-dir, 2-də 6-dır. 5, daha doğrusu 2 Himalayı götürürük. 5 Ant dağlarını götürürük. 6 da Atlas dağlarıdır. Kaledon Hersin, yəni qədim dağları götürürük. Yenə də işarələyin hər zaman bu cür. Rahat olsun sizə. Həm də yerin hər dəfə əzbərləyin. Hersin aiddir 6. Hersin aiddir 1. Hersin aiddir 3. Görürsünüz, tavalarının səhhədindən kənardadır. 1 Ural dağlarıdır, 3 Böyük Sacı dağlarıdır, 6 da Akbalas dağlarıdır. İndi baxaq, Kaynozoyda Kunlun yaranmayıb, Kunlun Mezozoyda yaranıb. Mezozoy qayalı Kimmer, bəli, doğrudur. Paleozoy Böyük Xinqan Hersin, doğrudur. Proterozoy Orta Sibir, Orta Sibirdə Kaledon qırışıqlığı, xeyr, Proterozoyda Kaledon qırışıqlığı olmayıb. Arxi Appalaç Kaledon, bu da səhvdir. Arxeid olmayıb axı. Demək bizdən uyğunluq pozulmuşdur soruşur. Pozulub 1-də, pozulub 4-də, pozulub 5-də. 1, 4, 5. Uyğunluq gözlədim. Kaynozoy, Atlas, A, bəli, doğrudur. Ona biri götürürük. Mezozoy, Verxayans, Kembri, ikisini də götürürük, doğrudur. Paleozoy, Appalaç, Hersin, o da doğrudur. Üçü də götürürük. Proterozoy, Çin-Kore, Kimmeri, Mezozoyda. Bence bu yanlışdır. Arxeida Kunlun olmayıb, Mezozoyda yanlışdır. Cavab 1, 2, 3. Növbəti sual. Kopetdağ, baxın, bayaq bunu deyirdim mən. Mən dedim ki, 3-ü cavan, 4-cü mərhələni qədim kimi yadınızda saxlayacaqsınız. Kopetdağ cavandır, 3-cü mərhələdir, doğrudur. Appalaç qədimdir, xeyr, 1-ci mərhələ deyil. Biz dedik, 3-cü mərhələdir, 4-cü mərhələdir. Ant cavan 4 deyil, cavanlar 3-dür. Qafqaz cavan 3-dür, bəli. Atlas qədim dağ deyil, cavan dağdır, ona görə götürmürük. Ural qədim 4-cü mərhələ doğrudur, bəli. Cavab burada olur 1, 4, 6. 1, 4, 6. Cavan dağlar 3-cü mərhələ, qədim dağlar və yaxud da platformalar 4-cü mərhələdir. Keçdik növbəti suala. Cədvələ əsasən ardıcıllığın düzgün verilmədiyi sıraları müəyyən edin. Verilməyən sıraları götürürük. Atlas, cavan 3-cü mərhələ doğrudur. Altay, qədim 2 deyil. Dedik ki, qədimlər 4-dür.
Pirine cavan 3'dür, doğrudur. Skandinaviya cavan deyil, axı qədimdir, onun üçün yanlışdır. Dekan yaylası qədim 4-cü mərhələli yaylalar platformalarda 4-dür. Kordilyer cavan 1 deyil, 3'dür. İndi bizdən uyğun verilməyən hansı idi? 2, uyğun verilməyib. 2-dən sonra 4, bir də 6. Cavab 2, 4, 6. Paleozoy erasındakı qırışıqlığa aid olmayan dağ sistemləri. Baxırıq, tektonik zonalardan təxmini yerləşən dağları götürəcəyik. 1-dir, 3-dür, 5-dir. 1 Kordilyer dağlarıdır, 3 Ant dağlarıdır, 5 də Atlas dağlarıdır. Bunlar paleozoyda yox, kaynozoyda yaranıblar. Paleozoy, kaynozoy eralarında baş vermiş hadisələrin uyğun coğrafi hadisələr hansılardır deyir. Appalaç, Ural dağları 1-ə aiddir, qədimdir, paleozoyda yaranıb. Son buzlaşma dedik ki, kaynozoydadır. Hersin 1-dədir, paleozoyda. Verxoyansk, Kunlun bu heç birisinə aid deyil, çünki mezozoya aiddir. Alp dağ əməl gəlməsi də demək kaynozoya aiddir. Deməli 1-ə aid oldu AC, 2-yə aid oldu B-Y. Növbəti sual. Geoloji dövrlər və onlara baş verən hadisələr. Kaynozoyda baş verib Tetis okeanının parçalanması. Kaynozoyda baş verib Gondwana materikində buzlaşmanın baş verməsi. Gondwana əsasən Lavrasiyada baş verib. Şimal materiklərində buzlaşma baş verib. Onca bunu götürmürük. Gondwananın cənubunda biraz Çili falan tərəfində müəyyən qədər biraz orada buzlaşma baş vermişdi. Mezozoyda baş verib 2-yə. Sxota, Alin, Kimmeri, AC. Sonra Paleozoyda 3. Paleozoyda da Pangea qurusunun parçalanması Lavrasiya və Gondwanada. Yaxşı. 1-ə B, 2-yə AC, 3-ə də D-dir. Keçdik 29. Dağ-mərcənmə mərhələləri coğrafi obyektlər. Hersin qırışıqlığına aiddir, 1-ə aiddir Hersinə qədim dağlar. A, söhbət ədənin qədim dağı A verib. 2-yə aiddir B, C. Skotalina qayan dağlar mezozoyda yaranıb. 3-ə aiddir cavan dağlar D, Y. D, Y. 1-ə A, 2-yə B, C, 3-ə D, Y. Bu qədər.